Bakı şəhərindən 6660 km şimaldakı məntəqəyə, sən birinci bir tapaq ki, hansı məntəqədir? Bakı 40 şimal enli dairəsi, Bakı. Buradan 6660 kilometr. 6660 kilometr. Məntəqəyə. Gəl məntəqəni tapaq. Meridian üzrə gedir. Meridian. Yəni, baxaq ki, neçə dərəcə gedir. 1 dərəcə qoyulsun uzunluğu meridianın 111 kilometr. Gedilən dərəcə, həqiqi məsafə. Tənasüb belədir. Yenə qoyaq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcəni bilmirik. Həqiqi məsafə 6660 kilometr. Buradan da 111 vurulsun. Gedilən dərəcə bərabər 6660 vurulsun. 1. Gedilən dərəcə bərabər 6660 bölünsün 111. Gedilən dərəcə də bərabərdir 60 dərəcə. Deməli, buradan yuxarıya 60 dərəcə gedib. İndi gəlin baxaq ki, hara gedib çatıb. Deməli, 60 dərəcə gedibsə, Bakıda 40-da yerləşir. Bu 90-a kimi gəlir. 90-a kimi gələndə, 40-dan 90-a kimi gələndə 50 dərəcə olur. Yəni, buradan bura 50 dərəcə. Amma biz 60 dərəcə getməliyik. 10 dərəcə qal. 10 dərəcə qalanda da 90-dan aşağı düşürük, olur 80 şimal enli dairəsi. Məntəqəni tapdıq. Deyib, yəni, verilən məntəqənin coğrafi enliyi bərabərdir 80 şimal enli dairəsi. Şimal enli dairəsi. İndi bu məntəqəyə günəş şüaları 33.5 bucaqda düşərsə, günəş hansı enlikdə zenitdə olar? Günəşin düşmə bucağı bərabərdir 33.5 dərəcə. Yəni, düsturumuzu yazaq, yerinə verilənləri qoyaq və tapaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı 33.5 bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi 80 şimal enli dairəsi. Şimal enli dairəsi plus minus günəşin zenitdə olduğu məntəqə. İndi buradan da 80 şimal enli dairəsi plus minus günəşin zenitdə olduğu məntəqə bərabərdir. Buradan da 90 çıxırıq 33.5-i. Eləyəcək 56.5 dərəcə. 56.5. İndi burada biz plus və minus 80 hər hansı bir müsbət ədəd gələ bilmərik ki, 56.5 eləsin. Ona görə biz çıxma əməlini götürürük. 80 şimal enli dairəsi çıxılsın. Əgər çıxılsınsa, eyni yarımkər olmalıdır. Günəşin zenitdə olduğu məntəqə şimal enli dairəsi bərabərdir 56.5. Bu da günəşin zenitdə olduğu məntəqə bərabərdir. 80-dən 56.5 çıxırıq, 80-dən 56.5 çıxırıq. Eləyəcək, deməli, 23.5 şimal enli dairəsi. Deməli, günəş 23.5 şimal enli dairəsində, şimal tropikində zenitdədir. Keçək növbəti. Yerin məsələ həllərində mütləq ardıcıllığı təmin etmək lazımdır. Yəni, ardıcıl getmək lazımdır. Nədən başlayıb, nəyə doğru ardıcıl şəkildə bilsək, məsələ həllini daha tez həll etmiş olarıq. Həm də cavabını tapma şansımız daha çoxdur. Birinci, yerin xəyali orb müstəvisinə 60 dərəcə meyilli olarsa, vergülə kimi dayandıq. Biz bilirik ki, yer kürəsi orb müstəvisinə 66.5-dir. 66.5 dərəcə olduğu üçün qütb dairələri keçir 66.5-dən. Tropik 90-dan çıxırsan 66.5-i meyilli. O da eləcək 23.5. İndi deyir ki, 66.5 yox, 60 dərəcədir.
60 dərəcə olacaqsa, 60 dərəcə qütblər, qütb dairələri olacaq 60, tropiklər 90 çıxılsın 60 bərabərdir 30. Deməli, tropiklər 30-dan keçəcək. Yəni, günəşin zenitdə olduğu məntəqə maksimum tropiklərdə 30 dərəcə olacaq. Deməli, qış gün dönümü deyən kimi yazırıq. Günəşin zenitdə olduğu məntəqə qış gün dönümü tropikdədir və biz deyik 30-dur. 30 cənub endarəsinin zenitdədir. Qış gün dönümü deyəndə cənub endarəsində günəşin zenitdə olduğu məntəqə 30 cənub endarəsidir. Qış gün dönümünə görə 45 cənub enliyinə günəşin düşmə bucağını tapın. Yəni, verilən məntəqənin coğrafi enliyi bərabərdir 45. Düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqə 45 cənub enliyi. Günəşin zenitdə olduğu məntəqə 30 cənub. İkisi də eyni olduğu üçün çıxırıq. 30 cənub endarəsi bərabərdir 90 çıxılsın 15 bərabər 75 dərəcə. Üzü altında düşər 75 dərəcə. Sonra keçir növbətiyə. Günəş şüalarının minimum düşmə bucağı 66,5 dərəcə. Minimum bucaq 66,5-dir. Yəni, bundan aşağı düşmür. Deməli, günəş şüalarının minimum düşmə bucağı 66,5 olduğu məntəqədə günəş zenitdədirsə, gəlin bunu tapaq. Minimum 66,5 dərəcə düşən məntəqə ekvator xəttidir. Nə zaman olur? Ekvator. Minimum olur nə zaman? Günəş 23,5 şimal və yaxud da cənub enində, tropiklərdə zenitdə olanda. Və bu zamanda, deməli, tropiklərdə zenitdə olanda ekvatora minimum 66,5 dərəcə düşür. Yəni, bundan kiçik ekvatora günəşin düşmə bucağı olmur. Bir daha deyirəm ki, günəş 23,5 şimal, 23,5 cənub tropikində zenitdə olur. Deməli, günəş haradadır? Ekvator üzərində zenitdədir. Deməli, zenitdə olarsa, zenitdədirsə, dedik günəş ekvatordadır. Günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. 0 dərəcə enlik. Bu vaxt günəş şu an 55,5 dərəcə bucaq altında göründüyü iki fərqli enlikdə yerləşən paralellər, bunu tapaq. Deməli, günəş ekvator zenitdə olanda düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Buradan da deməli günəşin düşmə bucağı 55,5-dir. 55,5 bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Buradan da deməli verilən məntəqənin coğrafi enliyi bərabərdir 90, 55, 15 çıxanda 35,5. Deməli, həmin məntəqə 35,5-dir. İki fərqli enlikdə yerləşən paralellər. Biz bilirik ki, ekvator üzərində zenitdə olanda günəş şüaları bərabər paylanır. Və bərabər paylandığı üçün günəşin düşmə bucağı da bərabərdir. Yəni, eyni düşür, eyni enliklərdə. Deməli, biz tapdıq ki, 55 dərəcə düşür, 35,5 şimal, 35,5 cənub endarəsinə. Yəni, çünki bərabər paylanır. 35,5 cənub, 35,5 şimal endarəsinə, 55,5 də bucaq altına düşür. Deyir ki, paralel arasında ən qısa məsafə neçə kilometr olduğunu hesablayın. 1 dərəcə qoşulunu verilir. Neçə kilometr olduğunu hesablayın. Buradan bura. Meridianla gedirik. Deməli, meridianla gedirsə, meridianla hesablayırıq.
1 dərəcə qoyulsun sonra 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Buradan biz həqiqi məsafəni, birinci gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir. 1 olur 35,5 şimal, 1 olur 35,5 cənub. Bunlar fərqli yarımküre olduğu üçün toplayırıq bunların dərəcəsini. Bu da verəcək 0, deməli 1 yadda 71 dərəcə. Deməli gedilən dərəcə oldu 71 dərəcə. Buradan qoyuruq, olur 71 dərəcə. Gətirək qoyaq yerinə. Deməli 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 71 dərəcə həqiqi məsafə. İndi deməli həqiqi məsafə bərabərdir. Həqiqi məsafə bərabər 111 vurulsun 71. 71. Həqiqi məsafə də bərabərdir 7881 kilometr. Keçək növbətiyə. Yerin xəyali oxu orb müstəvisinə yenə 60 dərəcədir. Yerin xəyali oxu orb müstəvisinə 60 dərəcə. Biz bilirik ki 66,5-dir. 66,5 dərəcə olanda qütb dairələri olur 66,5. Tropiklər bərabər 90 çıxılsın 66,5. Bərabərdir 23,5-dən tropiklər. İndi deyək ki 66 yox 60 dərəcədir. 60 dərəcə olanda qütb dairələri olur 60. Tropik bərabər 90 çıxılsın 60. Bərabər 30 dərəcə olur. Nə deyir? Meyli olarsa, yay gün dönümündə, yay gün dönümü deyən kimi günəşin zenitdə olduğu məntəqə bərabərdir. İndi tropiklər 30-dur. 30, yay gün dönümü şimaldadır. Şimal endarəsi. Gün dönümü 16 cənub enliyinə verilən məntəqənin coğrafi enliyi bərabərdir 16. Günəşin düşmən bucağını düşər. Hesablayın. Düşdüyümüzü yazaq. Günəşin düşmən bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi minus günəşin zenitdə olduğu məntəqə. Yazaq verilir. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqə 16 cənub endairəsi. Günəşin zenitdə olduğu məntəqə 30 şimal endairəsi. Fərqli olduğu üçün toplayırıq dərəcə fərqini tapmaq üçün. 90 çıxılsın 16 36 gələndə 46 da bərabərdir 44 dərəcə. Sxemə əsasən yerin işıqlanma vəziyyətlərinə uyğun əlamətləri təyin edin. Deməli, birinci bunları təyin edək ki, bunlar hansı 1, 2, hansı tarixlərdir. Birinci məntəqəyə biz fikir versək, görək, biz gecə gündüzə baxmalıyıq. Biz birinci məntəqəyə fikir versək, görək ki, gecə gündüz bərabər paylanıb. Yəni, bərabər paylanıb. Bu bərabər paylanıbsa, ya 21 martdır, ya da 23 sentyabr. Hansısa biri. Sonra keçək ikinci məntəqə. İkinci məntəqəyə baxsaq görək ki, şimal yarımkürəsində gündüz daha çoxdur. Fikir verirsiniz bura, gündüz daha çoxdur. Ekvatorun yuxarıdadır. Deməli, bu olur 22 gün. Üçüncü məntəqəyə baxsaq görək ki, cənubda gündüzün çoxdur. Bu da olacaq 22 dekabr. 22 dekabr. İndi gəlin baxaq. Şimal-cənub yarımkürəsi bərabər işıqlanmışdır. 1A. Sonra cənub yarımkürəsində yay fəsli başlayır. Cənub yarımkürəsi yay fəsli dekabrda. Şimal qütb dairəsində şimalda qalan ərazilər qütb gündüzləridir. Qütb gündüzləridir. Baxın burada. Baxın görürsünüz qütb gündüzləridir. Deməli 22 gündə 2C. Deməli 1A, 2C, 3B. Hələ ki Günəş Oğlaq tropikinin üzərində zenitdədir. Günəş Oğlaq tropiki
şimal tropikidir. Oğlaq tropiki şimal tropikidir. Ona görə 2D. Günorta vaxtı şimal və cənub tropikləri üzərində günəş 66,5 bucağı altında görünür. Eyni bucağı altında görünürsə, günəş ekvator zenitdə olur. 1 A, 2 C, D, 3 də B. Yaz gecə gündüz bərabərliyi. Yaz gecə gündüz bərabərliyi deyən kimi günəşin zenitdə olduğu məntəqə ekvator. 21 Mart. Günəş şu an 60-70 dərəcədən böyük bucağı altında düşdüyü enlikləri seçin. Günəşin düşmə bucağı böyükdür 70 dərəcədən. Ekvator zenitdə olanda günəşin düşmə bucağı 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Bir qoyaq ki, hansı 70-dən çox. 4 qoyanda, bura 4 qoyanda 86. Bir doğrudur. 39 qoyanda 51. Azdır 70-dən. 66-nı qoy 20,5 azdır. 9 qoyanda 81 çoxdur. 24 qoyanda 66 azdır. 7 qoyanda 83. 1, 4, 6. Sizə növbətiyə. 22 iyun tarixində 22 iyun deyən kimi yenə biz yazırıq. Günəşin zenitdə olduğu məntəqə. 23,5 şimal en dairəsi. Şimal tropiki. Yay gün dönümü də yaza bilərik. Yay gün dönümü. Bakı şəhərinə günəş şu an düşmə bucağının kəmiyyəti həmin vaxt Santiago şəhərinə nisbətən neçə dərəcə çoxdur. Birinci Bakını tapaq, sonra Santiago'nun neçə dərəcəni tapaq. Bakının enliyi 40 şimal en dairəsi. Santiago'nun enliyi 30 cənub en dairəsi. Gəlin bir düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Birinci Bakını tapaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqə 40 şimal en dairəsi plus minus günəş haradadır? 23,5 23,5 şimal en dairəsi. Ona görə minus qoyuruq. En yarımkürədir ikisi də. 90 çıxılsın 16,5 bərabər 73,5. Deməli, Bakıya düşdü günəşin düşmə bucağı. Bakı 73,5. Gəlin Santiago'nu tapaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqə Santiago 30 cənub en dairəsi. Günəşin zenitdə olur 23,5 şimal en dairəsi. Fərqli olduğu üçün toplayırıq. 90 çıxılsın 53,5 bərabər 36,5 dərəcə. Santiago 36,5. Deməli, bunların fərqini tapdı. 73,5 çıxılsın 36,5 0, 7, 3. 37 dərəcə. Mülayim işıqlanma qurşağı aid olan əlamətlər. Mülayim işıqlanma qurşaqlarının sərhədləri 23,5 23,5 bu tropik 23,5-dən 66,5 mülayim 66,5-dən 90-a kimi qütb. Deyim mülayim işıqlanma qurşağı. Bura. Günəş ildə 2 dəfə zenitdə olur. Yanlış. Tropiklərdə zenitdə olur. Bu yanlışdır. Fəsillər aydın müşahidə olunur. Doğrudur. Orta enliklər. Qütb gecə gündüzləri başlayır. Qütb gündüzləri başlayır 66,5-dən. 3 də yanlışdır. Qütb dairələri tropiklər arasındadır. Bəli, qütb dairələri 66 tropiklər arasındadır. Sahəsinə görə tropik işıqlanma qurşağından daha böyük, qütb işıqlanma qurşağından daha kiçikdir. Sahəsinə baxsaq 23,5 23,5 47 dərəcədir. Mülayim işıqlanma qurşaqlarının. Bunlar 47-dir.
66 onda 5, 23 onda 5, 43. Deməli, cənubda da 43, 86. Əlbəttə ki, sahəsi də böyükdür. Doğru. Deməli, 2, 4, qütb işıqlanma, qütb işıqlanma qurşağından isə daha kiçikdir. Yox, yox, yanlış. Qütb işıqlanma qurşağından kiçik deyil. Qütb işıqlanma qurşağından böyükdür. Yanlışdır. Yanlışdır. Bir tərəf doğrudur, bir tərəf yanlış. Deməli, cavab 2, 4. 2, 4. Cədvələ əsasən uyğun sıralar müəyyən edin. Azərbaycan günəş şüalarına uyğun sıraları. Doğru və yanlış. Doğru, yanlış. Azərbaycan günəş şüalarının düşmə 70,5-dən böyük olduğu məntəqələr olur. Biz dedik ki, maksimum dərəcə Bakı 73,5 dərəcə, amma düz səthdən gedir söhbət. Əlbəttə, meyilli səthlərdə bu günəşin düşmə bucağı arta bilər. Ona görə böyük olduğu məntəqələr olur. Bu doğrudur. Doğrunun qabağına plus qoyulur. İşarə qoyulur. Şimal qütb dairəsində şimalda qalan bütün ərazilərdə qütb gündüzü olur. Şimal qütb dairəsindən şimalda qalan bütün ərazilərdə qütb gündüzü olur. Əlbəttə olur, amma yanlış yerdə verilib. Ona görə götürmürük. Yanlış işarəsi qoyulur. Ekvatora günorta vaxtı günəş şüaları minimum düşmə, ekvatora günorta vaxt günəş şüaları minimum buzaq altında düşür. Tarix ekvator günorta vaxt günəş şüaları minimum buzaq altında. Tarix yazılmıyor bax. Yəni günorta vaxtı maksimum düşür, amma tarix yazılmıyor. Hansı tarixdə? Minimum buzaq altında düşür. Ekvatora günorta vaxtı günəş şüaları yanlış kimi götürək. Şimal tropik xəttində cənubda qalan bütün ərazilər qış fəsli olur. Şimal tropik xəttində cənubda qalan bütün ərazi qış fəslidir. Yanlışın qabağına qoyulub. Ona görə götürürük. Yanlışdır. Cənub qütb dairəsində gecənin uzunluğu 24 saat. Cənub qütb dairəsində gecənin uzunluğu 24 saat olur. Baxmamışım, üzr istəyirəm. Yay gündönümü deyir. Yay gündönümü. Qütb gündüzləri yanlış. Ekvator günəş minimum buzaq altına düşür. Doğrudur. Yay gündönümünə fikir vermişim. Sualın tam anlamamış, əlinə keçmək belə fəsadlar gətirib törədir. Cavabı, tam doğru cavabı çıxa bilmirik. Ona görə mütləq dəqiq oxumaq lazımdır. Ekvator günəş şüaları minimum buzaq altına düşür. Doğru. Yay gündönümündə. Şimal tropik xəttinin cənubda bütün qış fəsli başlayır. Yanlışdır. Cənubda qalan bütün ərazi qış fəsli olur. Yanlışdır. Yanlışın qabağına qoyub. Cənub qütb dairəsində gecənin uzunluğu 24 saat olur. Bəli. Gecənin uzunluğu qütb gecəsi olur. Amma yanlışın qabağına ona götürmürük. Bakıda günorta vaxtı şarqlı cisim kölgəsi cənub istiqamətə düşür. Deməli, heç vaxt cənub istiqamətə düşmür. Çünki tropik Azərbaycandan aşağıdadır. Doğrunun qabağına qoyulub, onu yanlışdır. Cavab oldu 1, 3, 4. Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Birinci tapaq ki, hansı tarixlərdir? 1, 3, 2. Sonra baxaq. Birinci tarixə baxsaq, yenə biz bu ekvator xəttidir. Biz baxırıq ki, gündüzün uzunluğu şimalda çoxdur. Gündüzün uzunluğu şimalda çoxdursa, 22 iyundur. 22 iyun. İkinci məntəqəyə baxsaq, görək ki, cənubda gündüzün uzunluğu çoxdur. 22 dekabr. İndi yəni baxaq. Bakı şəhərinin günorta vaxtı günəşin düşmə bucağı 70,5-dir. Əlbəttə şimalda olmalıdır. 1 A. Avstraliya yay fəsli başlayır. Avstraliya yay fəsli 22 dekabrda. 2 B. Ekvator, çünki Avstraliya cənubdadır. Ekvator günorta vaxtı günəşin şu an düşmə bucağı 66, hər ikisində. Yəni hər iki tarixdə. Günorta vaxt cənub tropikində şaquli basınç dirəyin kölgəsi olmur. Kölgə olmamaq üçün 90 dərəcə düşməlidir. 90 dərəcə nə vaxt düşür cənub tropikinə? 22 dekabrda. D. Şimal qütb dairəsində şimalda qalan ərazidə qütb gündüzləri. Qütb gündüzləri 22. Günəş şimalda olmalı. Günəş şimalda nə zaman olur? 22 iyunda cavab. Deməli 1 A, Y, 3 C, 2 də B, D.